Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu değerli Müslümanlar. Elhamdülillah artıq Ramazan ayı yaxınlaşmaqdadır. Sayılı günlər qalıb. Dua edirəm ki, Allah Subhanahu bizi Ramazan ayına çatdırsın və Ramazan ayı ən gözəl şəkildə keçirməyə müvəffəq eləsin. Və bildiyiniz kimi Ehsan Yardım Qrupu keçən il bir aksiya başlatdı. Elhamdülillah sizlərin dəstəyinizlə, Allahın yardımı ilə böyük bir xeyra nail olduq. Bu da oruç tutanlara iftar süfrəsi təşkil etməyimiz oldu. Elhamdülillah bildiğiniz gibi Allah Resulü sallallahu aleyhi ve sellem buyuruyor ki kim oruç tutanı iftar vermeye sevindirərsə onun savabı qədər savab qazanar, lakin ondan hiçbir şey azalmaz. Sözsüz ki bu iş tək deyil, bu işdə komanda şəkilləri bizə bu işdə dəstək olan qardaşlarımız var rayonlarda, şəhərlərdə. Onların dəstəyi ilə bu iş asanlaşır. Yəni bir nəfərin işi deyil. Allah həmən qardaşlara bərəkət versin, Allah razı olsun. Və bu işdə bizə dəstək olan hər kəsə Allah bərəkət versin. İnşallah istəyərdim ki, keçən il Ramazan ayında etdiyimiz iftar aksiyasını qısa xatırlayaq. Qax rayonu 9 nəfərlik iftar, Şəki rayonu 600 nəfərlik, Oğuz rayonunda 1200 nəfərlik iftar, Balakəndə 600 nəfərlik iftar, Dəbələdə 9 nəfər, Quba şəhəri 600 nəfər, Quba Alpan kəndi 600 nəfər, Xudad şəhəri 2000 nəfər, Xaçmaz şəhəri 1500 nəfər, Xaçmaz Qəcərzeyir kəndin 750 nəfərlik iftar, Xaçmaz Qobuqırağı 500 nəfərlik iftar, Xaçmaz Nərəcan kəndində 200 nəfər, Siyəzən şəhərində 1800 nəfər, Bakı 6000 nəfər, və Bakının bir neçə məntəqəsində verilib, ümumi qeyd edilmişi 6000 nəfər, Sumqayıt 700 nəfər, Astara Sım kəndində 900 nəfər, Astara Səncərə kəndində 450 nəfər iftar süfrəsi, Göyçay 1800 nəfər, Gəncə 400 nəfər, Şəmkir 200 nəfərlik iftar məclisi və Qazax 100 nəfərlik iftar məclisi. Və Allaha həmd olsun, işğaldan azad olmuş torpaqlarımızda iftar məclisi təşkil etdik. Cəbrayıl Cocuq Mərcanlı 300 nəfər iftar və ümumilikdə təxminən 23 mindən çox insanı, oruç tutanı yedizdirdik Allahın izni ilə, sizlərin dəstəyi ilə. Və bu ildə inşallah bu aksiyaya davam edəcəyik. İnşallah dəstəyimizi əsirgəməyin. Məqsədimiz bu il daha çox oruç tutanlara yedizdirməkdir. Bu işdə Allahdan yardım istəyirik. Allah bizi bu xeyrə müvəffəq eləsin və bizdən bu əməli qəbul eləsin. Esselamu Aleyküm və Rahmetullah və Berekatuhu.